Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsində yeni səhifə açan 2020-ci il sentyabrın 27-sindən başlayaraq 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrin zabiti Polkovnik Leytenant Mehman Şirvanovun xatirəsinə həsr olunmuş Ölməz Qəhrəman adlı kitabın təqdimatı keçirilib. Mərasimdə bildirilib ki, haqq savaşımız Mehman kimi əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı. Tarixi ədalət zəfər çaldı. Lənkəran şəhər Heydər Əliyev mərkəzində təşkil olunan kitab təqdimatında şəhid zabitimizin doğmaları, şəhid ailələri, döyüş yoldaşları, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və məktəblər iştirak edirdilər. Tədbirdə Qarabağ ordenli şəhid zabit Mehman Mirəzoğlu Şirvanovun şərəfli ömür yolundan bəhs edilən film nümayiş olundu. Mərasimdə çıxış edənlər bildirdilər ki, Mehman kimi qəhrəmanlarımızın igidliyi sayəsində 30 illik yurt həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi. Məcburi köçkünlərimiz doğma el obalarına qovuşdular. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı. Tarixi ədalət zəfər çaldı. Mehman Mirəzoğlu Şirvanov 1980-ci ildə Lənkəranda doğulub. 1998-ci ildə ilk dəfə əyninə kursant libası geyinən Mehman 44 günlük Vətən müharibəsi başlanana qədər Naxçıvan, Yevlax, Tərtər və Goranboy rayonlarında qüsursuz xidmət edib. 20 ildən artıq müzəffər ordumuzda nümunəvi xidmət edən Mehmanın ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi. Elə bu məqsəd, bu amal onu 40 yaşında şəhidlik zirvəsinə ucaltdı. Onun haqq savaşımızda ilk və son döyüşü Murovdağın azadlığı uğrunda olur. Cəsur zabitimiz əskərləri ilə birgə mənfur düşmənə qan utdurur. Tədbirdə Ölməz Qəhrəman kitabının müəllifi Pərvanə Mehmanqızı çıxış edərək şərəfli zabit ömrü yaşamış Mehmanın igidliyindən danışdı. O, döyüşlərdə bircə gün iştirak etdi, amma adını al qanı ilə şöhrət tariximizə yaza bildi. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarında öndə getdi. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə Polkovnik Leytenant Mehman Şirvanov ölümündən sonra igidliyə görə Vətən uğrunda su qovşanının azad olunmasına görə medalları və Qarabağ ordeni ilə təltif edilib. Kitab təqdimatının sonunda şəhid Mehman Şirvanovun yaxın qohumları olan məktəblərin ifasında cəsur zabitimizə həsr olunmuş şeirlər ifa olundu. İsmail Cəfərli, Elviz Nəsirli, Lənkəran.